Salam değerli tələbələr. Bugün ikinci mətnə baxırıq. Çalışın. Sizin üçün yığdığım bu həm feil, həm sifətlərdən təşkil olan sözləri əzbərləyin. Və sonra mətni oxuyun bir neçə dəfə ki, yadda qalsın. İlk sözümüz görürsünüz announce to, elan etmək, yəni anons etmək, answer, apologize, appear, görünməkdir, applaud, alqışlamaq, appreciate, qiymətləndirmək, approach, yaxınlaşmaq, approve, təsdiqləmək ya da bəyənmək mənası var. Argue mübahisə etmək, arrange təşkil etmək, attentive diqqətlidir, attractive cazibə. Bu şəkildə mənaları gedir. Beloved nədir, big nədir, blind, blue-eyed və ya blunt nə deməkdir. Sonra, yəni bu sözü öyrənəndən sonra təbii ki, mətnə baxın. Mətnimizdə nədir? Oxuyuram mətni. One day, bir gün, a big school decided to announce a talent show. Bir gün böyük bir məktəb talant, yəni istedad şousunu nə etdi? Elan etməyi qərara aldı. Everyone was excited. Hər kəs həyecanlı idi. A beautiful blue-eyed girl named Lila wanted to sing. Gözəl mavi gözlü qız mahnı oxumaq istəyirdi. She was very attentive and practiced every day. O çox diqqətli idi və hər gün məşğul olmaq istəyirdi, practice etmək istəyirdi. A old man who was the music teacher helped her arrange the song. Deyir ki, musiqi müəllimi olan keçəl bir adam ona mahnını aranjman etməyə, təşkil etməyə kömək etdi. He was a little blunt and he was kind. O biraz deyir açıq sözlü idi. Blunt'ın küt ya açıq sözlü, açıq danışan biri olaraq mənası var, ancaq mehriban idi. Lila really appreciated his help. Lila həqiqətən onun köməyini dəyərləndirdi. Və on the day of the show many people came. Show günündə əksər adamlar gəldi. Suddenly a blind boy named Tom appeared on the stage. Birdən, anidən a blind boy named Tom adlı kör oğlan səhnədə göründü. Some students started to argue because they thought he could not perform well. Bəziləri artıq mübahisə eləməyə çalışırdı uşaqlardan, tələbələrdən. Çünki düşünürlər ki, o yaxşı nümayiş etdirə bilməyəcək, yaxşı səhnəcik göstərə bilməyəcək. But the teacher did not approve this idea. Ancaq müəllim bu ideyanı bəyənmədi. Tom began to play the piano. Tom piano çalmağa başladı. It was amazing. Möhtəşəm, əla, heyrətləndirici idi. Everyone started to applaud loudly. Hər kəs yüksək səslə alqışlamağa başladı. Lila also went on stage and sang with him. Lila həmçinin səhnəyə çıxdı və onunla oxudu. After the show, Lila made a small mistake. Showdan sonra Lila balaca bir səhv etdi. She apologized və üzr istədi. But people smiled and said. Ancaq insanlar gülümsədi və dedi, it's okay, hər şey yaxşıdır. They loved her voice. Onun səsini sevdilər, xoşladılar. Belə. In the end, both Lila and Tom became the most beloved students in school. Deyir ki, sonda həm Lila, həm də Tom məktəbdə ən sevimli tələbə oldular. It was not an awful day. Pis bir gün değildi. Əslində, it was wonderful, möhtəşəm, əla, gözəl bir gün idi. Bax, belə çalışın, oxuyun, sözləri öyrənin və mətni oxuyun. Mətn içində daha çox yadda qalıcı olacaq.